Mənim xalam oğludur, doğma xalam oğlu. Bakıda yaşayan idi. Gəlirdi buraya, balıq həvəskarı idi. Həvəskarı idi elə balığıza tutmaya. Nə bilim, dünən gəlib, mən Misra gün gəlib. Bugün gedib balıq tutmaya. Biz də evdə idi, zəng elədilər ki, səhər ki, xaloğlu gedib rəhmətə. Nədən gedib, dedilər balıqdan, toka ilişib, nə ilişib oradasa. Getdi rəhmət. Onun kimi gözəl insan var idi. O, bizdə müdür işləyib. Sonra tanıyanlar tanıyırlar onu. Çox gözəl insan idi, çox. Allah onu qəni-qəni rəhmət eləsin. Gedirdilər Bakıya, gəlirdilər, onun qızı olur da, gezinəsi orada olur. Gedib də ev gəlirdilər. Həm Bakıda qalırdılar, həm də burada qalırdılar da. Burada mikrorayonda onların binası var da, evləri var burada, bəli. Bəli, pensioner idi ki. Təzə çıxmış desən pensiya.